Sana mektup yazacağım. İstesen de, istemesen de, okusan da, okumasan da, nihayet ki yazacağım sana. Yazacağım. Aydan, gündən, havadan, sudan, qohumdan, qonşudan, əslində hər şeydən, bəxtimə düşən acı paydan yazacağım sənə. Deyirlər ki, köhnə dostlarımızdan birinin ad gününü qeyd etmişsiniz. Yeməmisən, içməmisən, deməmisən, gülməmisən. Baxışların zillənibmiş hey qapıya. Deyirlər ki, saçlarına dən düşübdür. Niyə görən həmişə gülən gözlərinə qəm düşübdür. Deyirlər ki, üzüyünü taxmamısan, telefonuna ondan gələn zənglərə də baxmamısan. Əslində çox şey deyirlər. Sevənləri ayırmazlar deyirdilər. Düz çıxmadı. Gör nə qədər qoşa gəzdik, adımıza nəcəb söz çıxmadı. Sizin sinif otağının pəncərəsi, pərdəsi də yadımdadır. Səni mənə qovuşduran zəng səsi də yadımdadır. Yarı yalan, yarı gerçək, ağlımız uşaq ağlıydı. Uşaqlar tək, duyğular da dəcəl idi. Nə gizlədim, birgə keçən günlərimiz gözəl idi. Sənlə keçən günlərimiz maraqlı idi. Sənə məktub yazacağım. Bir Allah, bir sən bilirsən, nələr, nələr yaşamışıq. Bəlkə də biz bir ömürlük xatirələr yaşamışıq. Nəhayət ki, bu məktubu yazacağım sənə. Oxusan da, lap küləyə sovursan da, bu məktubu yazacağım sənə. Yazacağım sənə. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Yenə də Doğma kanalımızda saat 12-dən 2-yə qədər canlı efirdə işimizə, gücümüzə başlayırıq. Yenə bugün, dünən də çox maraqlı bir efirimiz oldu. Çox maraqlı efir oldu. Amma bugün də inanıram ki, dünənkindən geri qalmayacaq. Çünki dostlarımla bir arada olmuşam. Dünəndən qonaq məsələsini, gəf onu ora qoyuram, gəf bunu bu həftəyə. Gecə, nə bilim, saat neçə qədər ancaq qonaq məsələsi ilə bağlı biraz adətən istəyirəm ki, həmsöhbət olduğum evimə gələn qonaqlarımızla bir simsar adamlar olsun da. Bir görsən, bu qonağın o biri qonağı dəxli olmur. Onda darıxdırıcı olur. Mənim üçün də narahat olulan, belə içimdə bir tədirginlik olur. Amma bugün
İnşallah ki belə olmayacaq. Əla olacaq. Qonaqlarım buradadılar. Mən qısa da olsa sponsorlarımıza bir təşəkkür edim. Deməli, proqramımıza baxırsınız. New Sport İdman Kompleksinin, o cümlədən Doktor Seyfəddin Klinikasının və Agromal Özbəkistan məhsullarının sponsorluqları ilə. Bu arada Özbəkistan məhsulları bütün Azərbaycanın regionlarında artıq mağazalarını açıblar, fəaliyyətdədirlər. İstədiyiniz paltarları siz oradan kilo ilə ala bilərsiniz. Hər rayonda var. Paltarların bir kilosu 20 manatdır. Nəinki paltarlar, pastellər, nə istəyirsinizsə. Doktor Seyfəddin Klinikası Xətai rayonunda Həzaslanov metro stansiyasının çıxışında yerləşir. Təbii üsullarla müalicənin bir tək ünvanıdır. Buyurun, əlaqə saxlayın. Təşəkkürlərim olacaq New Sport İdman Kompleksinə. New Sport İdman Kompleksi Masazır, Qurtuluş 93 yaşayış kompleksi ki var. 3 mərtəbələr deyilən ərazidə çox möhtəşəm bir idman kompleksidir. Burada nəinki idman kompleksi, hamam xidməti var ki, öyle ora girəndə diri çıxar. Türk hamamı, Fin hamamı, Rus hamamı, nə bilim, Milli Azərbaycan hamamı, hamısı oradadır. Xanımlar üçün ayrı, bəylər üçün ayrı. İçəridə aerobika zalı var, fitness zalı var. Səhər tezdən 8-dən gecə saat 2-yə qədər restoran xidməti fəaliyyət göstərir. Qapalı hovuz, açıq hovuz, yəni dəhşət bir yerdir də. Yəni konkret orada istirahət elə. Qiymətləri də çox münasibdir. Nömrəni görürsünüz, mütləq əlaqə saxlayın. Qonaqlarım buradadılar. Sabahınız xeyir olsun. İki xanım yan yana. Mənim dəyərli dostum. Sağ olaysan. Çox istədiyim. Nəhayət ki, inşallah Mehriban xanım tez-tez artıq tam səmimi proqramında, efirlərimizdə tez-tez görsənəcək. İçimdə həmişə bir nigarançılıq vardı. Ay, belə ay elə. Qismət bugün neymiş. Mehriban xanım Qəmbərova bizim qonağımızdır və o cümlədən yazarımız, mən dəyərli dostum, deməli Zöhrə Xəlili. Sabahınız xeyir. Necəsiniz? Nə var, nə yox? Sabahınız xeyir. Nə gözəl ki, gözəl xanımlar. İki gözəl yan yana. Salmısan məni. Həqiqətən çox xoş oldu. Xoş gəlmişik ikimiz də. Sən də sağ ol, dəvət eləmişsən. İnşallah gözəl efir keçər. İnşallah. Zöhrə xanım, necəsiniz? Çox sağ olun, minnətdaram. Dəvətiniz üçün təşəkkür edirəm. Elə mən də təşəkkür edirəm ki, xanımla bərabər Mehriban xanımla artıq biz ikinci dəfədə efir paylaşırıq, səfər edirəmsən. Buna görə sənə təşəkkür edirəm və efir vasitəsilə bütün tamaşaçıları salamlayıram. Gününüz xoş keçsin inşallah. Zülfiyə xanım necədir, Aşıq Zülfiyə? Çox yaxşı. Gecə gündüz bir yerdəsiniz, hə? Gecən deyəmərəm, gündüz. Hər gün bir yerdəsiniz. Hər gün bir yerdəyəm. Çox istəyirəm, salamlayıram. Mən də salamlayıram Zülfiyə xanımı. Salamlayırıq. Bizim dəyərlimiz. Zülfiyə xanım, heç bir savaşdığınız, qırışdığınız olub, heç belə. Yox, ümumiyyətlə bizim xarakterimizdə dava yoxdur. Yoxdur. Mehriban xanım, siz necəsiniz? Mən həm də yaxşıyam. Biraz yuxudan duran adam bir təhər olur. Neçə qədər yatırsan ki? Mənim saat 3-ə kimi. Günorta çəkimli. Mən sənə bir şey deyim. Deyirlər, adam ümumiyyətlə səhər yuxudan duranda adamın işi gücü düz getmir. Belə deyirlər, ha. Səhər yuxudan? Yox, gec duranda yuxudan. Gec dur. Əlbəttə ki, bütün işim gücüm qalır. Deyirəm ki, adamın işi gücü. Propiyə düşürəm. Deyirəm, Allahın ruzi payladığı bir saat var da, səhər tezdən dur, biraz hərəkət elə, ora, biraz, sonra get başına qoy. Gec yatırıq axı, ay Samir, O özün də da bilirsən. alınmır Çox da. gec yatırıq. Neçədə yatırsan? Məsələn, dünən neçədə yatırsan? Məsəl üçün, dünənlərim 4-də 5. dedim ki, yox. Dedim, bildim səhər efiri var. Dünən də çox yorğun idim. Bilsən, dünən də efirdəydim və istər-istəməz yuxudan durursan. Ona görə də özümü neynədim ki, yatım da. Biraz tez yatmışam. Saat 2 zat var. Biraz tez yatıb hələ. Mehriban xanım, gəl sizin bir gözəl nəğmə təqdim eləyək. Bugünkü mahnılarımı ancaq sən seçmişsən. Hə, bugünkü mahnıları ancaq mən seçmişəm. Darxıram, ürəyim gedir, səndən ötürü darxıram. O qədər oxumuşam uşaqların zaten yanında, bizə görsün. Bir gün onlar da bu mahnının ən çox sevdiyim repertuarında bir mahnı var idi. Qanım qaradır, o mahnını çox sevirdim. Vaxtımız olsa, hə? Qəşəng mahnı. Hə, bax, qanım qaradır, çox sevirəm. Onu da çox adam sevir, yəni həqiqətən. Qaradır qanım. Qəşəng də oxumuşsan, nə ona? Səsi də gəlmir, narahatdır canım. Qəşəng mahnıdır. O, incimişəm, nə bilim, darxıram, ürəyim gedir. Bax, 3 mahnını, oxuduğun bu qədər mahnıların içində, mən sevdiyim 3 mahnıdır. Zövqə görədir də, ola bilər mənim sevdiyimi hansısa tamaşaçı sevmir. Ola bilər, yox. Ən çox, belə deyim də, elə mahnılar var ki,
bir balaca tutur, insanın beyninə həkk olunur ki, bu mahnı var. Bu mahnıdır bu. Əslində mənim inanın ki, tutmayan o qədər gözəl mahnılarım var ki, baxsan onun sözlərinə, baxsan onun musiqisinə həqiqətən çox gözəldir. İndi tutmayanda tutmur da. Elə gözəl işlər olur ki, vallah Quran haqqı, yəni çox gözəl işlər olur ki, tutmur. Mən məsəl üçün də mahnı çıxartdığım vaxtlarda 3-4 dənə mahnım var ki, həqiqətən çox qəşəng mahnılardır. Klipi, aranjmanı, amma musiqinin özü. Yox, qətiyyən. Məsəl üçün, mən efirdə də demişəm də, 10-15 min pulum çıxıbdır, amma heç belə iynənin ucu qədər də yəni tutmayıb. Bəli. Bir də görürsən, heç bir mən deyiləm, ha. Buradan, məsəl üçün, bəzi adamlarda sənət yoldaşlarım vardı. Məsəl üçün, Şəbnəm xanımla da bir problemimiz olmuşdu. Necə problemimiz? Mən həmin mahnını oxuyanda çox pul tökmüşdüm deyə adam dəli olur axı, bu niyə tutmadı da. Sonra efirlərin birində demişdi ki, bəlkə də mən oxusaydım, bir xanım var, o oxuyubdu, bəlkə də mən oxusaydım tutardı. Sonra konkret olaraq hamı dedi ki, bu ərəfədə ancaq bu çıxardıb da, Afşin Azəridən də, Afşindən idi. Ondan sonra, yəni... Oxudu, onda da tutmadı. Amma o da getdi, o qədər pul tökdü, onda da tutmadı. Əslində, yəni, Şəbnəm xanımın xeyli bir kütləsi vardı, özü-özü bilirsin. Onda da alınmadı. Ən tanınmış müğənnilərdən biri, yox, tutmadı. Olmayanda olmur. Bir də görürsən, ümumiyyətcə, bir qəpik pul xərcləmirsən. Ay Allah, kim idi? Bizim efirimizə gəlmişdi, deyir, bunu elə... Sindizator Nazarlar studiyada oxudu. Şöhrət özü. Şöhrətin mahnısı 20 manata dedi mənə başa gəlmişdi ömrüm. İlk mahnısı vardı, onu ən Azərbaycanı sevdirən. O günlərdə burada kim idi uşaqlar gəldi, dedi bu mahnıya ancaq studiya pulum vermişəm, bir də neynəmişəm. Elə belə deyir, oxumuşum, mahnı partlayan tanınmış bir qonağımız idi. Zülfü xanımın birinci restoranında bir uski məclisi idi. Yəni Zülfü xanımın öz qohuma qərəbəsi oturmuşdu da, sintizator da qoşmuşdu abi. Elə orada mahnını oxudu, oxuya bir kəlmə ay sənəm, gəl oynayaq bir dənəm. Mən də oturmuşam divanın üstündə, elə bir bədahətən gəldi o mahnı. Mikrofon əlində məni belədi, ay sənəm, gəl oynayaq bir dənəm dedi. Getmişdi başqa mahnı yazdırmağa, vaxt artıq qalmışdı, demişdi elə bunu da yazdırım. Amma görürsünüz necə gözəl tutur. Bəli, tutanda tutur. Gəl Mehribandan bir ifa təqdim edək Qurban. Ardınca birbaşa reklama ayrılaq. Yəqin Qurban artıq seçim eləyib hansı mahnı olacaq bilmirəm. Varlığımla mən bağlanmışdım yar, bilməzdim bunun gerçək yüzü var. Sadəcə sevdim, hər şey yalanmış, sonunda bildim. İncimişəm özümdən, sənin üzündən, sənin üzündən. Sevməməliydim çox, səni özümdən, səni özümdən. Hər gün səsilə yatıp oyandığım yoxdur yanımda. Mənim sevdiyim insan düşüb gözümdən, düşüb
sadece sevdim, sadece sevdim. Her şey yalanmış, sonunda bildim. İncimişem özümden, senin yüzünden, senin yüzünden. Sevmemeliydim çok, seni yüzünden, seni yüzünden. Her gün sesiyle yatıp uyandığım yoktu yanımda. Benim sevdiğim insan düşüp gözümden, düşüp gözümden. İncimişem özümden, senin yüzünden, senin yüzünden. Sevmemeliydim çok, seni yüzünden, seni yüzünden. Her gün sesiyle yatıp uyandığım yoktu yanımda. Benim sevdiğim insan düşüp gözümden, düşüp gözümden. Davam edirik əziz tamaşaçılarımız, reklamlarımız bitti. Bu arada xatırladıram ki, Newsport İdman Kompleksi, Agromal Özbekistan məhsulları və əlbəttə ki, Doktor Seyfəddin Klinikası bizdən bərabərdir. Hə, Mehriban xanım, yeni mahnı gəlir demirik nədir? Amma mahnı deyirlər, o damar mahnı. İncimişəmdən də məncə vurub onu keçəcək. Hə, Mehriban? Tutsa məncə biraz havalar ki istilənməyə başlayır. İnsanlar ən çox dinamik mahnılar sevirlər. Yəni hamı elədir, mən elə gəlir. Çünki yuxudan durursan ki, hava nə gözəldir, günəşlidir. İstəyirsən ki, çölə çıxasan, bayıra çıxasan, adama xoş gəlir də. Biraz lirik adında ola bilər, ona baxışan. Amma bu mənim sənətimdə ən gözəl işlərimdən biridir də, demək olar ki. Yəni o da elə bir şey olacaq. Tutsa da, tutmasa da bu mənim üçün. O mənim üçün fərqi yoxdur. Tutsa da, tutmasa. Zaten mən onu tutmaq üçün də eləməmişəm. Ki bu mənim sənətimdir, qəşəng olsun da, gözəl olsun. Bəli. Mehriban, ifa elədiyim mahnılara, məsələn, mən, biz teatrda, Zöhrə xanım, təbii ki, bizim əlimiz rejissorların ətəyində olur da. Rejissor bizə rol verdisə, tamaşada oynayırıq. Yox, rol vermədisə, gəlib baxırıq ki, tutaq ki, mənim adım falan tamaşada, falan əsərdə yoxdur. Burada da biraz görsən, qərəzdə olur məsələlər. Bu tərəfindən danışma. Və yaxud oynadığın tamaşa görürsən ki, bir aydan, 5 aydan sonra ora kimsə bir dublyor gəlib oynayır. Mehriban, oxuduğum mahnıları deyirəm. Kimsə başqa bir ifaçı götürüb oxuyanda. Çünki onlar sənin öz bağların kimidir də. Nə olsun, 5 il bundan qabaq oxumusan və yaxud 3 il bundan qabaq oxumusan. Narahat olmursan, mənim mahnımı kimsə oxudu. Yox, narahat olmuram deyərkən ki, yəni bu dəqiqə elə bir zamanədir ki, məsəl üçün hamı toylara gedir, toylarda da bilirsən ki, canlı ifa ilə yeni çıxan mahnılar o qədər də çox gözəl alınmış. Gərək ki, yazdırasan da, səsini yazdırasan, insanlar da istəyir də bunu. İstədiyinə görə, məsəl üçün, mənim mahnılarım, məsələn, mən baxıram ki, düzdür, efirlərdə oxumurlar. Yəni, ümumiyyətlə, icazə yoxdur, efirlərdə, YouTube'dur. Qoysalar belə vurulacaqdır da. Amma belə qızlar var, nə bilim, oğlanlar var ki, yəni toy üçün, ondan sonra bu gündəlik proqramlar üçün, özləri xahiş eləyənlər də olub. Hansı ki, məsəl üçün, olarmı sən bu papirini oxuyum, olarmı sən bu mahnını oxuyum, sırf pul qazanmaq üçün. Mən ona nə deyəcəm? Burada nömrəmizi bir də efirdə qalsın nömrəmiz. Mən ona heç nə deyə bilmərəm, axı, pulunu qazanır da, yəni neynəmiyorlar. Mən də oxuyuram, təbii ki, xoşuma gələn hansısa bir mahnı varsa, minusunu götürüb oxuyuram, toyda ifa edirəm. Sən ehtiyacın var ona? Çünki öz repertuarı məncə kifayət qədər. Mən ümumiyyətlə, məni tanıyanlar tanıyır, bilənlər bilir ki, mənə toyda ev yiyəsi deməsə ki, get filan mahnını qoy, fonoqram oxu, ona qədər mən oxumur. Çünki mən fonoqram oxuyanda təngi nəfəs oluram, yoruluram. Həqiqətən yoruluram. Bəlkə də ola bilər bunu geçənlər, onlara xoş gəlir, daha xoş olar. Amma mən beləyəm ki, mən canlı oxuyanda daha çox rahat oluram. Amma fonoqram oxuyanda çaşıram.
biraz o qədər oynayıram ki, daha çox oynayıram, daha çox da görürəm ki, təngi nəfəs oluram. Amma Mehriban biri var, efirə çıxasan, Söhrə xanım, sonra toylara düşəsən, var belə adamlar ki, məsələn, efirə çıxır, var. məsəl üçün, naxışı gətirir, heç ümumiyyətlə sənətdən xəbəri yoxdur Xəbəri da, sənət anlayışı bilmir. Efirə çıxır, naxışdır, gətirdi, vəssalam. Məsələn, mənim bir dəfə Rəqsanə xanım İsmailova danışmışdı ki, deyir, Samir, şeydə işləyirdim, deyir, Rusiyada deyir, anam deyir, Moskvada restoranda işləyir, bacım, mən, nədir onun adı, həmən restoranda işləyirik, ofisiant işləyirik, nə işləyirik, deyir, bir dənə qız sindizatorla həmən restoranda oxuyur. Rəqsanə xanımın özünü mənə danışdığıda. Deyir, o qız nə oxuyur, obşum yığışdırıram, bir dəfə demişəm bunu efirdə, yığışdırıram, amma mən də öz işimlə, gücümlə məşğul olanda. Günlərin bir günü deyir, eşitdim ki, Azərbaycandan müğənnilər gəlib Moskvaya, Səyyad Əlizadə filan. Durdum, gəldim, deyir, konsertə, qəpik-qəpik yığdığım pulla bilet aldım konsertə. Səyyad Əlizadə ilə tanış oldum, deyir. Deyir, bildim ki, bəs mən də müğənni olmaq istəyirəm. Deyir, yəqin Səyyad bəlkə bunu başından eləmək üçün, bəlkə yola vermək üçün, deyir, nömrəmi verdi ki, Bakıya gələndə mənə zəng eləyərsən. Mən də deyir, ərinməz, durdum Moskvadan, borc, xərc deyir, gəlmişəm Bakıya. Axtardım Səyyad Əlizadəni, tapdım. Nəsə deyir, bu məni elə biliblər ki, Moskvadan gələndə adamlara başqa cür baxırlar. O vaxtda çox çətin olurmuş. Yox, Moskvadan gələndə deyir, bunun 100% pulu var. Moskvanın adını eşidəndə deyirlər, ac da gəlsən orada deyirlər, yox, nə səsi var bunun cibində. Deyir, obşum, gəldim, mən Hüseyin Əliş qızı ilə tanış elədi, sonra nə bilim, deyirsən, Hikmət Aslanovla tanış elədi. Xoşlarına gəlməyən, elə bil ki, ortalıqda qalan deyir, bir mahnı var idi. O, indi məni gözləmə, bildim. Rəqsanə deyir, mahnını verdilər mənə, pulumu malını verdim, getdim bunu studiyada oxudum. Mahnı bir günün içində deyir, Azərbaycanı bürüdü, Rusiyanı bürüdü. İndi deyir, o məni yığır Rəqsanə xanım, Həcri Səbu studiyasından gəl bura, nə bilim, kaset çıxardaq, nə eləyək, ev tutublar buna burada. Hər xərcin eləyir, efir xərclərin, nə bilim, hər şeyin onlar eləyir də, pul qazanırlar axı bundan. Boş-boşuna eləmirlər. İkinci bir mahnıda deyir, bilmirəm, bir adam bir yerə çağırsa, ayrı mahnı bilmirəm ki, gedəm oxuyam. Onu deyirəm, yəni naxış gətirəndə bir mahnı ilə gətirir. Samir, Səyyad Əlizadənin adını çəkdiniz. Mən Səyyad Əlizadəni uzun illəri idi tanıyırdım, çox böyük hörmətim vardı. Zöhrə xanımın səsində. Məkanı cənnət olsun. O qədər gözəl insan idi ki, o çox sənət adamlarının əlindən tutur. Bilirəm, mənim dostum idi. O elə belə nömrə verməz, o elə belə ümid verməz də, elə bir insan idi. O görünür ki, nəsə hiss eləyib ki, Rəqsanə xanımda bir parlaqlıq var, hiss eləyib ki, onun gözəl səsi var, ona görə də. Yəqin, Allah qənə rəhmət Allah eləsin. məkanı cənnət eləsin. Yox, bir kimsə buradan gəlib Mehriban desə, mən müğənni olmaq istəyirəm. Adama bir şey gəlir axı ki, birdən bunu istəyirəm. Bu çətin məsələdir axı. Yox, çox çətin məsələdir. Bu dəqiqə indiki zamanədə düzdür, biraz çox asanlaşıbdır. Yəni, müğənni olmaq, vallahi, yəni, hamı müğənni olur. Yəni, insan bir utanar, bir qızarar. Oxuya bilməyənlər də. İnsan da abır yaxşı şeydir. Vallahi, mən bunu hamıya demirəm, yəni, bu tanınmışlardan gedmir, söhbət. Ümumiyyətlə, bu yeni baxıram da, yəni, bu sən nətərdir? Biri, məsəl üçün, dərzi işləyir, gedir, asant yol tapır, məsəl üçün, gəlini müğənni olur. Biri nə bilim, insan səsi olmalıdır da. Başa düşürsən? Səs olmalıdır. Olur, fonoqram oxumaqla nə qədər yəni. Ən çətin sənət eli müğənni olmaq. Vallahi, tanınmış bir müğənni var, o günlərim tanınır da yəni artıq. Yəni, sosial şəbəkə ilə tanınır ha. Səs yoxdur. Gör taktikalara baxırsan bunlarda. Mən şok yaşadım. Neyim mən? Gör, sağ taktikalarını deyəcəm. Demək, gedirlər, ansambldan toy danışırlar. Sağ olsun, çox gözəl müğənni, Sumqayıtımızın ən gözəl oxuyanlarından biridir. Adını çəkməyəcəm. İstəmirəm də, çəksəm bilinəcək ona görə. Xətirlərinə dəymək istəmirəm. Oğlan çox gözəl savaddır, çox gözəl oxuyandır. Baxıram, gedib, o qızın yanında dayanıb, qızın onun yanında oğlan oxuyan kimi gedir. Oğlan oxuyur, qız yanına verir. Hay, huy, kay, huy. Sən necə? Yəni, tifə bu oxudu da, oğlan oxuyur üstünü. Ay, cəmaat, vallahi yalandır. Özün oxutdurun, oxuya bilmirlər. Oğlan oxuyur, insanlar oynayır, baş qarışır. Cəmaat öz toyuna başı qarışır, başa düşürsən? Riskə baxır. İndi sənə bir söz deyim.
Məsəl üçün, elə toy var ki, elə insanlar var ki, məsələn, biz də olub da, Bəli. mən Padiliyyat saatlı Sabirabad Əli Bayramlıya toya getmişəm. Sabirabadda, məsəl üçün, adamlar var idi ki, məsəl üçün, saatlıda adamlar var idi ki, bilirdilər ki, mən nə oxuya bilirəm də, xoşdurum. Bir gəlirdi, həmişə oran bir tanınmış bir adam vardı. Ay balaca Elnarə, dur bir oxu. Məsələn, bilirdilər də, bunlar tanıyırdılar. Mən nə oxuya bilərəm, nə oxuya bilmərəm də. İndi məsəl üçün də, bu adamlar necə gedirlər, oxuyurlar, necə o boyda toy yola verirlər. Yəni, yola verməyibsən nə deməkdir? Yəni, idarə eləyirlər saat 12-yə qədər toyu. Nə qədər? Və açsam fonoqramları, bax, Azərbaycanda bir dənə, Türkiyədə mahnı qalmıyor, hamısını yazdırıb. Yəni, və o gündən də bir şeyə getmişdik, məclisə getmişdik. Baxırıq ki, valla inciməsini buradan heç mənim vecimə dönür, yəni belə də deyə bilərəm. O gündən də bir məclisə getmişdik, bir müğənni var idi, oxuduq. Mən heç vaxt xoşlamıram ki, kimsə oxuyanda, düz əslində lazımdır. Bunu fikirləşmişəm. Lazımdır ki, kiməsə yerini bildirmək lazımdır. Mən yekə danışmıram, amma məndən də gözəl oxuyan, gözəl xanımlarımız, gözəl sənətkarlarımız var. O neynədir? Baxıram, köməkçi gedib, dayanır orada. Sən oxuyanda heç nə şey eləmir də. Müğənnisi oxuyanda pulunu axıra qədər xod verir. Nədir ki, zaten buna xodu versən də, bunun səsi böldəsə də, xırdalıq deyilən bir şey var. Musiqini deyilən bir şey var. Bunu bilmək lazımdır. Boş-boşuna oxudun, o mikrofona pulunu xod verdin. Heç nə olası deyil. Xainlik da deyil. Prosto bir sən nətərdir. Adam interesli bir şey olur. Yəni, bu necə ola bilər? Nə qədər olmalıdır bu? Sən, məsəl üçün, aparıcısan, düzdür? Amma mən bilirəm ki, sən oxuyursan. Qəşəng oxuyursan da, fonoqramı boşluq tərəfə. Başlayırsan oxumaq, canlı hər şeyi bilirsən. Canlı oxuyursan. Məşq eləmirlər, örgənmirlər. Allah qıva neçəsini olubdur demişəm ki. Get, birdən Murad var da, tanıyırsan Muradı. Demişəm, Allah nə qədər müğənni var ki, heç nə bilmirlər, nə kök bilmirlər, nə not bilmirlər. Deyirəm, heç olsun, get Murada, sağ olsun da, nə qəşək də örgədir valla. Səsin yerin bilməyən müğənnilər var, bilmir hansı muğamı, hansı yerdən oxumaq lazımdır, bunları bilməyənlər var. Yəni, fəlakətdir həqiqətən. Bizim şifahi məlumatımızı çox qısa bir aramız olacaq, ardınca davam edəcək, bizdən qalın, burada hələ maraqlı söhbətlər var. Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Bunu bir dəqiqə duraq. Davam edirik. New Sport İdman kompleksi haqqında sizə deyim. Bəli, mütləq Masazırda gedin New Sport İdman kompleksinə. Çünki istirahətin bir tək ünvanıdır. Qurtuluş 93-dədir. Zirxan, bir şeir deyin. Sonra Mehriban'a bir-iki suallarım var. Ağzımız qızışacaq söhbətə. Mehriban da şeir sevəndə. Dünən onu fikirləşdim deyə sizi dəvət elədim. Çox sevirəm özüm. Deyin gəlsin. Sevgini biçərəm eşqi. Zəhər badəsində içərəm eşqi. Keçərəm min ondan seçərəm eşqi. Mən sənin uğrunda boş dayanmaram. Könlümü könlünə sevgi ilə sarı, Simistan könlümə gətir baharı. Dağı gətirərəm arana sarı, mən sənin uğrunda boş dayanmaram. Kəsərəm yolları, tutaram bəndi, sellərə qataram şəkəri, qəndi. İnan, döndərərəm şəhərə kəndi, mən sənin uğrunda boş dayanmaram. Zülmət gecələri hey dan eylərəm, dərdini, qəmini heydən eylərəm.
Sinəmi yolunda meydan eylərəm, mən sənin uğrunda boş dayanmaram. Əlimdə gəzdirirəm eşqin közünü, zöhrə qurban edər sənə özünü, göyə daşıyaram yerin üzünü, mən sənin uğrunda boş dayanmaram. Çox sağ ol Zeynep xanım, təşəkkür edirik. Minnətdaram. Mehriban xanım, bax bayaqlar İncimişəm oxudunuz. Mahnı artıq bilməm birinci sosial mediada yayıldı yoxsa efirdə yayıldı. Mahnı ildırım surəti ilə yeri göyü bürüdü də mahnı həqiqətən. Day TikTok'u, Instagram'ı, əli və hara atırdın yer göy mahnı idi. Çox adam elə bil sənin uğurluğu həzm eləmədi. Çox maraqlı bir şeydir. Mən məsələn qıraqdan baxıram. Mən də onu yəni araşdırıram, hələ tapa bilməmişəm. Bilsən nə söhbətdir? Məsələn verilişlərə çıxır. Getmirsən verilişə, ay başıma dönüm. Özündən danış. Öz mahnından danış. Sual məsələn ola bilər verirlər ki, falan kəsin mahnısıdır. Mən baxa bilmərəm, o özü bilər. O gələndə onun özünə sual verir. Verilişə gedib Mehribanın mahnısından danışır. Mehriban pis oxudu, Mehriban yaxşı oxudu, falan kəs pis oxudu, falan kəs yaxşı oxudu. Nə bilim, o sənətkardır, bu nə bilim, belə burasını belə oxudu, elə oxudu. Zaten bir şey deyim sizə, o mahnı, kim oxuyur oxusun, istəyir xalq artisti oxusun, istəyir əməkdar artist oxusun, kim oxuyur oxusun, hamısı sənət dostlarımızdır. Birinci, o silləni vuran Mehribandır. Mahnı birinci Mehribanla sevilir. Seviləndən sonra siz də sevmişsiniz ki, ona qədər mi yox? Sevmişsiniz ki, deməli məni izləyirsiniz. İşləmək lazımdır. Hə, məni demək ki, izləyirsiniz. Məni, o türklər deməli, takip edirsiniz ki, görün, harda nə iş görürəm, götürüb məndən oxuyur. Oxuyardın da, məndən qabaq, məsəl üçün, oxuyardın. Dostlarımız da, məsəl üçün, Leyla Rəhimova da götürdü, oxudu. Leyla xanım da dostumdur, çox yaxın dostumdur. Amma mən məsələn Mehribanda o mahnını daha çox sevdim və tamaşaçılar da belə. O mahnı adamın demək olar ki vizit kartı oldu da. Düzdür Mehriban? Düzdür. Vallahi mən o barədə çox danışmışam. Çox danışmışam da, hədsiz dərəcədə danışmışam. Yəni söhbət də bağlanıb, gedibdi. Mənim ən çox mahnımda belə deyək də, musiqi aləmi deyək, müğənni dostlarımı deyək ki, hamısı elə bir ki, məni paylaşmaq əvəzinə xanımı paylaşdı. Bəli, niyə görəsən belə oldu Mehriban? Dostların da oldu ha bunların içində. Dostlarım da oldu. Mən girdim kommentlərə də baxdım hətta. Bəli. Bizim Pünhanla da bir sözümüz olmuşdu. Bəli, o da var idi. Əslində mən Pünhanı qırağa çəkdim, qayıtdım dedim ki, ay Pünhan, Leylanı harda görmüsən? Mənə çox maraqlıdır. Harda görmüsən? Görməmsən, heç vaxt onu görməmsən. Səni gördüyüm mən olmuşam. Mənlə oturmuşsan, durmuşsan, mənlə söhbət eləmişik, məclislərə düşmüşük. Yəni, sən o xaricdə yaşayan xanım olubdur da, evli olub, xaricdə olubdur, yeni gəlibdir. Və həqiqətən mən deyirəm, mənim sözümə belə baxırlar, mən Leylanın oxumağına, sənətinə heç nə deyə bilmərəm. Amma Leyla xanımın, yenə də deyirəm, deyəcəm də, Leyla xanımın Azərbaycana gələndən sonra özünü Leyla kimi təsdiq eləməyi İncimişəmdən oldu. Bu çox müğənnilər oldu ha. Elə bir şey, kənddən də bir müğənni çıxdığını oxudu, elə bir mahnı idi ki. Çox adamlar oxudu, düz deyirsən. Rayonlarımızdan da bir neçə müğənnilər var idi. Düzdürmüşdü. Tam yadımda qalmış bir onların içərisində bir oğlan vardı, çox bəyənmişdim. Adını bilmirəm nədir. İsmail Aldaşlı deyil. Valla adını bilmirəm, yalan deyərəm. Toyda oxuyubdur, restoranda. Toyda oxuyub, İsmail Aldaşlı. çox bəyəndim onu. Hə, İsmail Aldaşlı. O da məsələn oğlan, çox oğlanlar oxuyub. O ümumiyyətlə şirin, əslində bilmirəm sənin efirdən niyə çıxmır. Əslində qəşəng oxuyandı, şirin oxuyandı. Məsələn onda da bəyəndim o mahnını. Bilirsən nə, söhbət burada səndən Leyla xanımdan getmir ha. İkiniz də dostlarımsınız. Söhbət burada bilirsən nədən gedir? Sənin sənət dostların var ha, müğənni həmkarların var. İdilər. Onlar elə bir səni qəbul eləmədilər. Tez bir zamanda mahnının bu qədər məşhurlaşmağın. Onu qəbullanmadılar elə bir. Mən onlar üçün həqiqətən güclü rəqibəm. Mən yəni tam səmimi deyirəm. Mən onlar üçün çox güclü bir rəqibəm. Ona görə də istəmirlər ki, mən
daha çox yuxarı qalxam, daha çox seviləm. Mən bunu artıq hər şeylə hiss eləyirəm. YouTube-umda da hiss eləyirəm. Ondan sonra başqa şəbəkələrdən də hiss eləyirəm ki, yəni bu belədir. İnan Allaha ki, tam səmimi deyirəm. Toylardan da hiss eləyirəm. Toya düşürlər, deyirlər ki, neçə dənə qulağıma da sözlər çatıb ki, yox, eləyinirsən ki, onu filan kəsi gətirək. Hamısı öz dostunu çağırır, aparır. Yəni, vururlar oradan, belə deyək də, bizim öz sözümüzdən var. Kim kimi çörəyinə dəyər, onu Allah Taala çörəyinə dəysin, nə deyək? Vallahi. Təkcə imanı da elə deyil ki, şeirdə də elədir. Zöhrə xanım. Bəli, dəfələrlə olub ki, adını çəkməyəcəm. Zöhrə xanım səsində Yaqub, rejissorumuz tam... Dəfələrlə olub. Yəni səsim gəlir yoxsa? Gəlir, yaxşı indi. Valla, mikrofon var, mən yenə də izləyəcəm yayından. Baxım görün, Zöhrə xanım üstü mikrofon var. Peki, Zöhrənin ümumiyyətlə danışıq səsi... Zəifdir. Zəifdir, amma indi yemək Yox, yemişəm. Hə? Yemişəm, səs gəlir indi. Hə, gəlir, hə, indi yaxşıdır. Demək, dəfələrlə olub ki, zəng vurub bir qələm yoldaşım ki, təzə nə yazmısan? Mən də təzə yazdıqlarımı oxumuşam, yəni ki, hə, bunlar mənim son şeirlərimdir. Və yaxud da bugün yazmışam, həvəsinə zəng vurmuşam ki, bugün bir gözəl şeir yazmışam, bir buna qulaq az. Elə olub ki, 2-3 gün, bir həftə ondan sonra hansısa bir tədbirə getmişik, o tədbirdə bir də baxmışam ki, hansısa aşıq oxuyur, misal üçün, mənim fikrimdir. Bir sətir, axırıncı o möhür, qafiyəsi sənindir. Qafiyə mənimdir, bir balaca dəyişiklik eləyib çıxardı Onu ora. gördü, göstərmirəm heç kimə, heç nə. Ondan sonra mən Facebookda şeir paylaşmağı da yığışdırdım. O şeiri, təzə yazdığım şeiri oxumağı da yığışdırdım. Belə də lazımdır. Zöhrə xanım, mənlə danışırsınız, ilk dəfədir mən sizi bir xanıma, dünəndən artıq hamını bir-birinə bənzədirəm. Mehriban, dövlət televiziyamızda diktor var idi, Həqiqət xanım. Oxşadanlar olub səni Zöhrə xanım, Simoca. Gözəl bir xanımdır, maşallah. Hə? Yox, oxşadan olub. Həqiqət xanımı deyəkin o. Çox adamlar oxşadılar, amma onu birinci dəfədir. Doğrudan, çox adama kimə? Nəzihət xanım oxşadıblar. Hə, oxşayırsınız. Kimə? Nəzakət Temurova. Hə, Nəzakət xanımı oxşayırsınız. Ondan Biz o sonra daha çox biraz qara-qaş, qara gözlü. hə, Sonra? bir türk aktrisası var, adını da deyirlər. Hə, Nəzakət xanımın suyunu çəkir. Hə, Suyu belə- çəkir. Belə oxşadıblar, bir neçə adam Deyirlər, oxşadıblar. falan kəsə suyunu çəkir. Mehriban, gəl səndən növbəti bir... Hə, yaxşı. Qurban deyir, tələsmə bir dəqiqə onu video görüntüsü ilə hazırlayıram. Darıxıramı verməmişsiniz? Vermişik. Ay, bilirdim, Ece, təqribi bilirdim ki, Samir hansı mahnıları istəyəcək. Deyəsən, yox, rejissorumuz tamam başqa mahnılar vermir. Sən istəyən mahnıları vermir. Yox. Bir dənə sən istəməyən Bakuridir. Doğrudan. Yəni istəməyən yox. Belə deyim, yeni çıxıbdı. Təzə çıxıbdı. İlk sizin efirinizdə Mehriban, oxuyacağım. ne düşün gözlüyüm var ay Mehriban? Brilliantdır bu. Sən de. Sen benim canım brilliantdır. Her bir Bəli, gelenin bizi. Nişan izi, ha? Brilliantdır dəqiqə bilinir. Nişanlanmısan? Yox. Elə xoşlayıram bu əlimə özlük taxmağı. Adətən nişanlı qızlar bura taxır. Yox, Elə o da gözəldir, bu da gözəl. Hə? Deyəsən ağ brilliantı xoşlayırsan. yox belə də, yəni ən çox taxanda ağ taxırıq elə gündəlik həyatda. Onu girər əlimdən Ağ, çıxartırlar. qızıl, sarıdan bahadır, hə Zöhrə xanım? Niyə sarı daha qəşəngdir məncə? Bu brilliant, bu kim alıbsa zövqü gözəldir. Bunu kim alıb Mehriban? Hə? Özüm. Özün? Özün özünə hədiyyə almışsan. Mən ümumiyyətlə xoşlanmıram ki, yəni qızıl işində kimsə mənə hədiyyə alsın. Alırsan deyəsən alır. Çünki onun zövqü ilə sənin zövqün Mən görüm sevmətim ha. Bəli. Bəli, Mehriban paprimiz var, gəl səndən bir ifa təqdim Oynayaq da oynayaq. Oynayaq, hə. Oynayaq. Melek misən yeryüzüne, güneş misən gökyüzüne, niye bakmırsan üzüme? Kara kaşın, yanakların, ince belin, dudakların canını alır bu cavanların. Melek misən yeryüzüne, güneş misən gökyüzüne, niye bakmırsan üzüme? Kara kaşın, yanakların, ince belin, dudakların canını alır bu cavanların.
varımdır, gücdə varımdır. Fikirləşmişəm, son qərarımdır. Duysun el aləm, evlənirəm mən. Duysun el aləm, evlənirəm mən. Əlvida subaylığım, əlvida. Əlvida subaylığım, əlvida. Əlvida subaylığım, əlvida. Əlvida subaylığım, əlvida. Leylam, benim Leylam. Leylam, benim Leylam. Hüsnün benzeyir aya. Senin Mecnun'un olam Leylam. Hüsnün benzeyir aya. Senin Mecnun'un olam Leylam. Başının var ağ renktir. Gezirəm kendi kendi. Özün çok şirin kızsan. Dilin canın ciddendir. O yandan külək gəlir. Gül gəlir, çiçək gəlir. Sizin kimi oğullar dünyaya tək-tək gəlir. Şöhretim şanım benim, vətənim canım benim. Şöhretim şanım benim, vətənim canım benim. Gözəlliklər məskəni, Azərbaycanım benim. Gözəlliklər məskəni, Azərbaycanım benim. Ulduz dönüb ay olmaz, yaz gitmese yay olmaz. Ulduz dönüb ay olmaz, yaz gitmese yay olmaz. Bütün dünyanı gezsem, vətən sənə tay 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 olmaz. Teşekkür ederim. Çok sağ ol, çok var ol. Minnettar. Yeni değil, ilk səndədir. Yeni mahnıda. Ha. Bu da yayılıb ha. Yayılıb, hə. Çok yayılıb da. Ha, TikTok'da- Böyle tözədir də 2-3 gündə. Təzədir, hə. Üzə gün yarım. Ha, çok yayılıb. Böyle əvvəl bilirsən mahnı qabağda gəlir. Bilməm, TikTok'da özünüz yarsınız mahnılar, yoxsa izləyicilər yayırlar, sən mi istəyirəm cavab verəsən? Yox. İşlədiyin səhifələr var. İşte hamının ümumiyyətlə, məsəl üçün ən zəif işləyən demək olar ki mənəm. Yəni tanıdığımız bütün müğənnilərin, tanınmış simaların hamısının ən azı bir 15 dənə, 20 dənə səhifəsi var. Özünün şəxsi alıb, məsəl üçün kiməsə işlətdirir, hər mahnı çıxanda. Məsəl üçün bu günlərin siz bilmirsiniz də, baxır, açırsan, hamısı paylaşanda bir dəfə, bir 20 səhifə olanda, 20 səhifə başqa səhifələr, kimsə işləyən səhifələr paylaşırsa, biraz fanatlar paylaşır, biraz özün paylaşırsan, yəni nədir ki, belə deyirsən, sən çıxırsan. Yəni Ən belə şeylər azından var. 20 səhifədə Onu paylaşılmalısan. Hə, var. Yəni məsəl üçün imkanın varsa bu günləri, istəsən özünə 40 dənə bir səhifə ala bilərsən. Özünü alırsan yoxsa? Bəli, pulun varsa bu gün qəşəng, gözəl səhifələr alırsan,
işlədirlər. Sənin əvəzinə kimsə işlədir, hər gün səni paylaşırlar, olursan məşhur. Bəli. Onu bilmirdim. İşlətmək var. Onu gərək bir işçi tutmalısan. İşçi tutursan da maaş verirsən. O qədər var ki, indi bilmirsiniz siz. Yəni, hamının varıdır, hamının. Bilirəm. Hamının var. Yox, mən bilmirdim. Bilmirdin? Yox. Mən bilirəm. Mən bilirəm. Çünki o, məsələn, filankəs falan səhifələri var. Mən əslində indi elə şeylərə çox fikir verirəm açığı. O vaxtı, hardasa bir 2 il bundan qabaq, mən də özümə nəsə bir şey eləyib almaq istəyirdim. Bir 4 dənə Instagram səhifəsi aldım. Amma çox yox, 4 dənə, yalan danışmayayım. TikTokda vallahi tövbə deyirəm. Bax, inan Allahın o birliyinə yoxumdur. İndi də yoxdur. Yox, toba. Amma lazım olanda paylaşdırırsan. Lazım olanda paylaşdırıram. Amma belə özümün yalan nə danışım, yoxumdur. İkinci bir səhifən yox. Yox, yoxumdur. Yəni bir dənə fanatlarım var, fanatlarımdır, bir də özüməm. Amma hə, Instagramda var, ondakı bir uşaq var idi, ona vermişdim, o da əskərə gedibdi, bir il 6 aydır işlətməyə. O da əskərə gedəndən sonra o Instagramda aldığım da öldü. Yəni bacısına verib getmişdi, o da hələ ki, bacısı da inanıram ki, yəni kim işlədəməyəcək. Müğənnilərimizin çox səhifələrlə işlədirlər. Çox. Məsələn, mən Şəbnəm Tovuzlu demişdi, Qazaxstana biz olanda, sırf bu işlə məşğul olan, indi sən elə 40 deyirsən, onlarda lap çox idi səhifələr. Bilirəm, mən ad çəkmirəm, mənə yaratmaz. Sırf işlədən səhifələr var da. Məsəl üçün, müğənnilərimizin əksəriyyəti, məsələn, işlədirlər, fan səhifələrdə özləridir. Elə müğənnilər var ki, məsəl üçün də yalandan deyirlər ki, fanım var. Əslində səhifələri alıblar, məsəl üçün verirlər, məsəl üçün hansısa bir oğlana, bir uşağa ayda maaş verir, 300-400 maaş verir. Elə boş bekar adamlar var ki, nədir ki, videoda mənəmsə, bu videonu çəkdirirəm, düzdür. Atıram oğlana, məsəl üçün nə qədər səhifəsi varsa paylaşır, uzaq 1 saat vaxtı gedəcək də. Kimə sərf eləmir ki, məsəl üçün 400-500, 600 manat maaş ev içində. Yəni eləyirlər. İşlər var da. Hə, həqiqətən işlər var, vallahi işlər. Qurban deyir, işlər var. Mən inansan dolaşığa düşərəm, bircə dənə səhifəm var. Əslində qəşəng səhifələrim vardı, hamısı yandı, bilmirəm nə oldu, nə tər oldu TikTokda, amma indi də şükür pis deyil. Bizim bu arada səhifəmiz Samir Bayramlı TV-yə daxil olun, orada da bugün Mehriban xanımla paylaşımlar edəcək. Köhnə videolarımı paylaşmışdım. Paylaşma da, deyirəm ki, işdizdə, mən heç kimi heç yerdən tapa bilmir, bir dənə dünənəm danışıram ki, DTV-də deyim, mən nə qədər kadrlarım var, istəsəniz taparsınız, yəni, köhnə. Köhnə kadrlar yox, məndə deməli, telefonumda bir papka var. O günlər orada şəkil, təsadüfən çıxdı, səndən olan şəkillərimiz, sizdə olan şəkillərimiz, hansısa bölgədə olan şəkillərimiz. Deyirəm, ay Allah, bunlar da var imiş. Bir istədim nəsə şeyə görməz. O günlərim, bir müğənni var, adı yadımdan çıxdı, oğlandı da, yəni yaxşı oğlandı, maşallah, indi uğurlarına sevinirəm. 100 il bundan qabaq çəkdiyi şəkli paylaşdı. Bir qızla oğlan var, ikisi sarışın oğlan deyil, yoldaşı, bilməm, məncə yoldaşıdır yoxsa? Tanımıram, hə. Tacir? Yox. Yox, muğam oxuyandı ya oğlan. Yox, muğam oxuyandı, hə. O günlərimi götürüb oturmuşum, götürüb mənə bir dənə şəkil göstərib. Öz də gör şəkil çəkməyə bax da, dayanmışam belə. Öz də belə də dayanmışam, başımı sallayıb aşağı nəsə eləyirəm, bu götürüb şəkil salır. Deyirəm, qaqa, bunu niyə saxlamısan sən, ümumiyyətlə? Bunun bir mənası nədir? Deyir ki, deyir də yəni, deyir mənim üçün, deyir, hər şəkilin bir, nə bilim, anısı var. Ona görə saxlamışam. Bizim Seyfəddin doktor. 145-ci ilin şəkilidir. Bir şəkil kimi də düşməmişəm. Başımı sallayıb aşağı özü yaxşı düşübsə. Məndə şəkillər qəşəngdir. Sən oğlum şəkil çəkməyə xoşlayırsan? Bir o qədər yox. Mən heç misal üçün səhifəni də özüm işlətmirəm. Mən bir dənə TikTokda səhifəm var, onu da özüm işlətmirəm. Mən rəhmətlik anam da şəkil çəkdim. Mən o qədər məsələn belə sevən deyirəm. İndi verilişdə təbii ki, burada çəkməliyik də, gündəlik, amma anam çox xoşlayırdı şəkil, ondan şəkil çəksin, bundan şəkil çəksin. Bir məclisə düşəndə, məsələn, dəfələrlə olub, mən getirəm. Əziyyət olmazsa özüm gedim də, sənin evində axıbıra, nə olacaq ki? Biz gedib şəhsidə bilməliyik.
Təsəvvür elə ki, Zührə xanım, bir dəfə məsələn toylara gedirdik, hörmətli tamaşaçılarımız. Gəlib oturdu, mənə deyir, sən müğənnisən, gəl otur cəmaatın içində də. Bunlar belə həm söhbət olsun deyə, bunlarla nə bilim şəkil çəkdirsin deyə xoşu gəlirdi ki, onlarla bir yerdə olsun. Amma deyirlər, insan dünyasında deyir, mən elə gedəndən sonra baxarsın, buna baxmaq olmur. Mən hələ yadıma gəlmir, bir dənə kaseti qoyam, baxam. Mən kasetə baxmıram, amma mənim yataq otağımda bir belə kitab rəfi var. O kitabın bir başqa rəfə yığmışam. Orada şəkillərdir. O şəkillərin içində belə anamla mənim öz şəkilim var. Mən onu Şəkil videodan yaxşıdır. mən o şəkili qoymuşam ora. Hər axşam gedəndə bir axşamın xeyir deyirəm. Gecən xeyrə qalsın deyirəm. Hər səhər sabahın xeyir Rəhmətə deyirəm. gedən anasına, qardaşına. Mütləq şəkili öpüb yatıram. Oyananda da öpürəm. Bir sabahın xeyir. Allah qəni rəhmət eləsin. Allah eləmlərdə rəhmət eləsin. Mehriban. Uya bax. Hə? Uya bax, dedim Mehriban. Mehriban. Bugün aktualsan. Şükür Allah. TikTok'da görsən, dalga girsən, qırğın edirsən. O dəfə baxdım. Əslində sən eləmirsən, sən cavab verirsən. İnsanlar başqa cür başa düşür Samir onu. Mən açıqlamaq istəyirəm həqiqətən. Deyirəm, hər verilişdə də deyirəm, prostitut mamamı tapşırır ki, ay bana demə, onlar heç kimdən işin yoxdur. Deyirəm, ay, sən başa düşürsən ki, mən demirəm, sadəcə haqqımı tələb eləyirəm. Sözümü deyirəm, sözümü nətər deməyim, indiyəcə deməmişəm. Deyirdilər ki, elə çörəyin bir başından, nətər deyirlər, başından bir çörəyin əlindən al, sakit olmuşam. Mən də hamı sakit tanıyır. Əslində mən normalda xarakteri olaraq çox sakit qadınam mən. Sən özün də bilirsən də, mən çox elə qalmazdan aram yoxdur. Gör mən nə dərəcəyə gətirib çatdırıblarsa Samir. Mən o cür nə danışmışam. O tez qabaqlaşır. Qəmbərova, ya familiya, soyadımı da bilir, ya adımı da bilir. Dəfə sən idin problemin deyəsən bir arada. Barışmamısınız? Mən bir söz deyim, insan bir şey var da, o dostluq pozulursa ikinci dəfə heç vaxtı, məndə ikiyüzlülük yoxdur. Və məsəl üçün, onun ətrafındakının çoxları ikiyüzlüdür. Çoxu ikiyüzlüdür. Buradan küsürlər, oradan sabah barışırlar. Buradan küsürlər, bir-birinin dalınca danışırlar, sabah oradan barışırlar. O gün dalınca danışırlar, bir gün görür ki, klip çəkdirir. Bu da tər olur, mən bilmirəm. Ay Allah, nə deməkdir bu? Bu nə deməkdir? Mən də bir insandan danışma qırıldımsa da, mümkün heç deyil. olmuyor. Danışma, mən də görüm ki, indi təsadüfən barışdılar. Başarıcı təsadüf indi insondur da, hamı ilə küsur ola bilər. O nə deməkdir ki? Mən də küsur olduğum adamlar olubdur. Düşmənimiz deyil ki, küsur olduğumuz adamlar Var küsur olduğun adamlar sənətdə. Var. Kimlərdir Mehriban? Var, nə yoxdur ki? Kimdir? Belə qəlbən 2-3 nəfərdir belə. Onlarla heç vaxt barışmazsan. Ürəyim barışmaz. Kimlərdir bir dənə? İstəmirəm. Sən mənim canım Vallahi, deyirəm. Ürəyim barışmaz, mən də bilimdə görüm kimlərdir. Ürəyim barışmaz da, başa düşürsən. Dilin danışsa da onlarla ürəyim barışmaz. Yox, heç dilim də danışmır. Tamam, kimlərdir? Mən çünki ikiyüzlü deyiləm, ona görə... Kimlərdə o ürəyin barışmır Boş insanın? ver, boş ver, istəmirəm. İstəmirəm. Xanımdır, bəydir? Biri xanımdır. İkisi xanımdır, yəqin biri bəydir. Mümkündür. Nöqtəsini qoymaq istəyir. Yox, bəylərdən məncə yox. Çünki mən tərəfə ki, şey atır, daş atır, ha. O, mənim qəlbimdə bir yaradır. Çünki mənim həyatda heç kimlə işim olmayıb. Nənəm demişkən, heç kimi toyuğuna daş atmamışam. Heç kimə pisliyim dəyməyib. İndiyəncə kimsə desin ki, Mehriban kimisə pislik eləyib, nəsə pis hərəkət eləyib, nəsə bir pis şeyini görüb, Allah haqqı, Quran haqqı, ürək dolusuyca deyirəm onu. Kimsə gəlib mənə desən ki, Mehriban həqiqətən bunları eləyib, mən onu heç bir zaman demərəm. Elədiyim şey deyirəm, eləmədiyim şeyi demirəm. Bir də Mehriban, deyirlər Mehriban ailə qurur. Yalan söz, yoxsa düz söz? Yox, ailə qurmamışam. Ailə qurmamışsan. Qurmaq istəmişdim, açığım. Deyirlər illərdir ki, həyatında bir insan var, onunla, belə kəbirlə, zadla, belə ailə qurur. Mən şəxsi həyatım barəsində danışmaq istəmirəm, Samir. Yalan deyirsən, Həyatımda deyəndə ki,
Bir qadının həyatında bir dənə kişi olar, onun əri olar. Bəli. Ona görə o mənim həyatımda ola bilməz. Qadınam, subay qadınam, sevgilim ola bilər. Sevdiğin bir insan ola bilər. Sevdiyim ola bilər, Var yoxsa yoxdur? yoxdur. Yoxdur. Yox. Yoxdur. Buradan çıxandan sonra davaya düşəsən. Yox, yoxdur. Yoxdur? Yox. Ürəyin boşdur. Bombalan boşdur. Amma səni sevən... İstəmirəm də, mənim artıq qızım var. İstəmirsən? Böyüyübdür qızım. Ola sən belə baxanda elə bilirsən ki, ailə qurmamısan heç mi? Yox, Belə görsən belə sən- canlı elə görsənəm. Efirdə çox yaşlı görsənəm. Niyə elədi bilmirəm. Efir olduğumuzdan bizi biraz daha kilo... Bəhram xanım deyir ki, eşitirsən verir. Kimisi görüntü deyir, az bolluq cıp-cıplıymış, deyir, orada elə görsənir. İnansan, əlim sülə sümüyə dəyir. Demək, mikrofondakı qırıldı, töküldü, mən bunu... Hə, demək, Mehman xanım, həyatınız tam boşdur da, boşluqdur, hə? Hə, istəsən içinə Samsungu da qatarıq, boşdur. İstəməzsən bir evin xanımı olasan, həyat yoldaşın olsun. Samir, mən Axşam çox gələndə istəyirəm. əlində Yox, sumkalar Samir, gəlsin, mən bar bazarı. ümumiyyətlə- Çünki sən evin həm xanımısan, həm Sən məni, ən bəysən, azından sən məni həm bilirsən. nökərisən, həm ağasısan. Sən bilirsən axı, mən ümumiyyətlə çox evdar qızam da. Yəni Bəli, çox. qəşəng bilirsən. Yəni mən təsəvvür edirəm, bir saatın içində bir 10 dənə, 15 dənə yemək bişirəsə adamım. Bir əllərim yox, ayağımla da xaldeniki bağlayıram, bu tərəfdən onu qaçıram, bu tərəfdən bunu qaçıram, hər şey eləyirəm. Elədir xarakterim. Kim istəməz ki, ümumiyyətlə gözəl ailəsi olsun, gözəl nə bilim həyatı olsun. Ümumiyyətlə qadın papaq deyil başdan başa keçdində. Qadının əgər bugünkü gün hansısa bir qadın səhv eləyirsə, inan Allaha onun səbəbkarı da kişidir, qadınlar deyil. Əgər o kişi ritqi halda ola bilər ki, bir qadın ən azı özü, mən loru dildə deyəcəm də, qudurar. Yəni, barmaqla hesablasam 10 dənə qadın, o bir dənəsi qudura bilər. Öz həyatında, öz cızığından çıxa bilər. Yolundan çıxar da. Bəli, amma o birisi tərəfdən o 9 qalan, o 9 nəfər qadın, mən məsələ çəkirəm, deyirəm də, hamı istəyir ki, xoşbəxt olsun, öz həyatı olsun, evi olsun, işi olsun, gücü olsun, öz evinin içində geçək. Kimdir, özgə, deyəcəm yenə də, pis çıxacaq, mən biraz doğru deyəcək, çox danışıram. Ona görə də Allah Taala əgər qismət edibsə, niyə də istəmirəm ailə qurmaq. Əlbəttə ki, istəyirəm. Günü-gündən yaşlanırıq, yaşımız keçir. Ona görə insana həqiqətən həyat yoldaşı lazımdır. Hər yaşda insana həyat yoldaşı lazımdır. Bunu biraz 30-u keçəndən sonra hiss eləyir insan. Necə həyat yoldaşı arzulayırsan? Zöhrə xanım da subaydı belə baxanda. O da heç ömrünü, gününü öz övladına, doğmalarına, əzizlərinə həsr edib. Məsələn, ailə qurmayıb. Necə adam istəyirsiniz ki, Zöhrə xanım istəyirdi ki, necə adam olsaydı ki, siz onunla bir ömür boyu xoşbəxt ola bilərdiniz? Necə, onda nə xarakterlər olmalıdır, nə keyfiyyətlər olmalıdır? Hər kəsənin bir... Mən bilirəm ki, Zöhrə xanımın da belə pis çıxmasını, Zöhrə xanım çox dəyər verdiyim xanımlarımızdan biri, tərbiyəli, əxlaqlı, təbii bu məsələnin başqa tərəfdir. Amma insanın həyatında, bilirsiniz, özünün bir həyat yoldaşı da olmalıdır da. Mən bilirəm, Zöhrə xanımda istəyənlər çox olub, ailə qurmaq, təklif edənlər. Yəni, nə xoşuna gəlməyib Zöhrə xanım? Söhbət xoşa gəlib gəlməməkdən getmir. Xaraktercədən deyirəm, Sima Ümumiyyətlə, canım. insanın birinci taleyi ki, düz gətirməyəndə qırılır. Hər şeydən qorxur. Mənim bir misalım var, o misalı bir dəfə də çəkmişdim, gülmüşdünüz. Deyir, süddən ağzım elə yanıb ki, qatığı da üfləyə-üfləyə içirəm, belə bir misal var. İnsan o qırılır, ümidi qırılır, arzusu puç olur. Ondan sonra ümid bağlamaq çətin olur. İkinci talini qurmaq daha çətin olur. Amma bilirsiniz, hər şey insanda qarşılıqlı gözəl bir şeydir də. Sevgi də, istək də, diqqət də, qayğı da. Hamısı qarşılıqlı olanda gözəl olur. Xəyallarınızda qurduğunuz insan gəlib çıxmadı. Bəlkə də ola bilərdi, mən o şəraiti yaratmadım. Bəlkə də ola bilərdi, mən o şəraiti yaratmadım. Amma nə bilim, həyatdır da. Mən biraz ürkək adamam, biraz qorxaq adamam, biraz ehtiyat eləyən adamam. El nə deyər, deyə düşünən adamam. Nə deyərdilər? Anan işləmirdi ailə qurur, Zöhrə xanım.
Heç deyib sənə rəhmətli ki, Zöhrə ailə qur. Deyib, əlbəttə. Mən çox gənc yaşında Ayrılmısan. ayrılmışam və bütün taleyimi bir övladıma bağlamışam. Mənim övladım da o vaxt misal üçün deyirdi ki, ana, taleyini pıç eləmədən mənə görə ailə qurmaq istəyirsənsə qur. Alınmadım. Qorxdum, hürkdüm. Bəlkə də xeyirlisi elə belə idi. Və hər günümə şükür deyən adamam. Çox şükür. Çox şükür bu günə. Peşman da deyiləm. Mehriban deyiblər evdən ailə qur sənə heç. Demirlər, yalan danışmayayım. Evdə bəlkə də atam falan razıdılar, amma anam xoşlanmır. Nəysə tutuzdurup, yox olmaz, neymişsən qızım var. Əslində mən də, yəni belə deyim də, 30 yaşıma kimi heç vaxt fikirləşmirdim ki, ərə getmək, ailə qurmaq deyirdim. Bir dənə qızım vardı, mənim qızıma kimdir, bundan sonra gedib kimsə atalıq eləsin falan filan. Amma bəlli bir yaşdan sonra keçdikdən sonra düzdür, deyildi, 40-50 yaşım yoxdur, sadəcə olaraq 30-un üstü deyək. O yaşdan sonra adam istəyir həqiqətən ki, yəni ailəsi olsun. Ailəsi Yəni olsun. tək qalmaz, çünki qızdır, böyüyür, o da sabah ailə quracaq. Mən elə ömür billah tək qalmışam da. Elə qız da ailə qurur, oğul da ailə qurur, söhbət ona ailə getmir. qurulacaq, o da gedəcək öz ailəsi. Mən durub heç kimin ailəsinə qarışası deyirəm ki, qız uşağıdır. Hamının özünün evi olacaq, eşiyi olacaq. Qadının bir söykənəcək yeri olmalıdır. Mən yenə də qalacağam. Alın çəkməyəcəm. Qadının bir söykənəcək yeri olmalıdır. Yeri bir güvəndiyi olmalıdır. yeri olmalıdır, bəli. Aha. Mehriban sevənlər mən bilirəm. Mehriban xanımla belə deyim də, istəyənlər çox olub. Yəni onların hamısını çoxunu rədd edib. Yəni belə birisi yoxdurmu ki, onunla ömürlük bərabər, lap elə da evlənməsən də ömür boyu belə deyim də deyəsən ki, bu insan yanımda olsun. Şərt deyil bu dəqiqə gəl bu səninlə yaşasın və yaxud yaşamasın. Yox, elə bir o həyat da həyat deyil. İnsanın gərək özünün olmalıdır. Ümumiyyətlə bu konfeti aldınsa, bu sənin olmalıdır. Dokumentalni sənin olmalıdır. Şərtdir. Hamısı şərtdir. Yəni deyirsən şərt deyilsə, yox. Şərt deyilsə bunu niyə dövlət çıxardıbdır? Niyə mən zaxsı çıxardıb? Niyə kəbini çıxardıb? Niyə məsəl üçün bu zaxsda bu uşağın bu sənəti olmasa, niyə gedib mən o sənəti ala bilmirəm? İkinci olmaq istəmirsən də, ona sən saymırsan ki, mən İkinci olmamışam, heç olmaram da. İnsan birinci olmalıdır. o cavab idi. Bir çox populyar bir sənət dostlarımızdan biri, adını çəkməyəcəm, istəmirəm tamaşaçı. Onun tamaşaçılarına bir gülən, danışan, sevən, nə bilim belə xanım kimi tanırlar. Günlərin bir günü gecə saatlarında məni yığıb, o zamanlar bir dostluq əlaqəmiz vardı. Görəm ağlayır. Deyir Samir, toydan gəlmişəm, o da tək yaşayır. Və indi də tək yaşayır. Dəyişən bir şey yoxdur. Hə, dəyişən bir şey yoxdur. Deməli toydan gəlib hardasa, bu toya gedəndə əynini salonda dəyişib gedib. Bu da paltar giyinib, necə korsetdə paltar olub, nə paltar olub. Ay, çıxarda bilməyib. Gecə gəlib evə, paltarı çıxarda bilmir. Gördüm qayçı ilə paltarı buradan salıb, cırıb, düz aşağıya qədər bahalı bir paltarı. Deyir, neynədim çıxmalı da həbsərədən çıxdım deyir. Paltarım deyir, buradan belə kəsə getdim aşağı ki, bunu əynimdən çıxardım da mən bununla yata bilmərəm, axı deyir. Sıxır adamı. Onu deyirəm ki, biz insan... Görürsən, o da bir qəribə talih. Hə? O da bir qəribə talih. Kənardan baxan, Hə, kənardan hamı elə bilir ki, çox xoşbəxtdir. Bəxtəvər, Çox belə... bahalı paltarı geyib. Toya gəlib, falan qədər də pul qazanıb. Nə bilir toydan çıxandan sonra hansı əziyyəti çəkir. Az olub ki, nə kişi olanda kişi dağılır da. O qədər olub ki, mən inanıram ki, toy apara-apara gözünün altında bəlkə də ağlamısan. Bəli, həqiqətən. Toy apara-apara quranıb, o qədər olub ki, ağlamağımı tutub, oturub ağlamışam. Ya yorğun ayda, bəli, o qədər olub ki. Amma insanlar bizə həmişə çox maraqlıdır ki, gülən, danışan, belə görsünlər. Mən ağlayanda ancaq evdə, üzr istəyirəm, yatağıma girəndə ağlayaram da. Tək yatağa görə? Yox, bütün dərdim... Sənin də bu suallarında İnsanın dərdi, gəlir, hesabat özünə verəcək, hesabat. Amma mən apardığım toy, misal üçün, hamımız
elinlə dolanırıq da. Bir xına aparım, toy aparım. Mən ağlıma heç nə gətirə bilmirəm onda. Ancaq məsuliyyət düşünürəm ki, mən bu xınanı necə aparım, mən bu toyu necə aparım ki, daha yaxşı olsun. Toydan toy tutum, xınadan xına tutum. O heç də hamı Heç bir problemim yadıma düşmür. Mehriban, gəl bir ifa elə, sonra Məncə Zöhrə sənin xanım. xoşuna gələn mahnı. Hansıdır? Darxıram. Darxıram. Aa, ne güzel bu da düşüb bura. Darxıram. Darxıram, ürəyim gedir səndən ötürü darxıram. Yerdə bilir, göydə bilir səndən ötürü darxıram. Darxıram, ürəyim gedir səndən ötürü darxıram. Göydə bilir, yerdə bilir səndən ötürü darxıram. Sən eşqimin oğrusu, bu qəlbimin arzusu. Ay ürəyimin oğrusu, səndən ötürü darxıram. Sən eşqimin oğrusu, bu qəlbimin arzusu. Ay ürəyimin oğrusu, səndən ötürü darxıram. Qəlbimə həmdəm mənim, könlümə məlhəm mənim. Qəlbimə həmdəm mənim, könlümə həmdəm mənim. Mən səninəm, sən mənim, səndən ötürü darxıram. Yerdə, göydə, eldə bilir, səndən ötürü darxıram. Darxıram, ürəyim gedir, səndən ötürü darxıram. Yerdə bilir, göydə bilir, səndən ötürü darxıram. Darxıram, ürəyim gedir, səndən ötürü darxıram. Göydə bilir, yerdə bilir, səndən ötürü darxıram. Çiçəkli bağlardayam, laləli dağlardayam. Səndən uzaqlardayam, səndən ötürü darxıram. Çiçəkli bağlardayam, laləli dağlardayam. Səndən uzaqlardayam, səndən ötürü darxıram. Yenə qaralıbdır qanım, sənsizlikdir hər yanım. Yenə qaralıbdır qanım, sənsizlikdir hər yanım. Səsin gəlsin ay canım, səndən ötürü darxıram. Yerdə, göydə, eldə bilir, səndən ötürü darxıram. Darxıram, ürəyim gedir, səndən ötürü darxıram. Yerdə bilir, göydə bilir, səndən ötürü darxıram. Darxıram, ürəyim gedir, səndən ötürü darxıram. Göydə bilir, yerdə bilir, səndən ötürü darxıram. Darxıram, ürəyim gedir, səndən ötürü darxıram. Yerdə bilir, göydə bilir, səndən ötürü darxıram. Darxıram, ürəyim gedir, səndən ötürü darxıram. Göydə bilir, yerdə bilir, səndən ötürü darxıram. Allah. Çok sevirəm bu mahnını. Zöhrə xanım bir şiirdir. Ben kurban niye Zöhrə xanımı bir dillendirmedin o? Bu sürüz adı yoktu orada ağzın Zöhrə düşüb xanım deyəsən yalancılara, söhbətə. yalancı sevgilərə zəngəşi şey edirsin. Var mı? Ha? Sen təqdim Yalançılara edin, da biz var, yalana eşitmədik. da var, hamısına var. Zöhrə xanım, deyin gəlsin Coşacaqsan dəli küləklər kimi. Hə. Bir gün mənim üçün darxacaqsan. Baharı gözləyən çiçəklər kimi bir gün mənim üçün darxacaqsan. Bu tale kimsəsiz qoyacaq səni, kədər dünyasına qıyacaq səni, soyuq xatirələr duyacaq səni.
bir gün mənim üçün darıxacaqsan. Dənizin qoynunda yelkənsiz gəmi, çəkəndə könlünü intizar qəmi, sevincin itirmiş baxışlar kimi bir gün mənim üçün darıxacaqsan. Sənə fəda olan illərim üçün, könlünü oxşayan günlərim üçün, əlini isidən əllərim üçün bir gün mənim üçün darıxacaqsan. Bu inad oyununda hələ qonaqsan, qədər sınağından sanma uzaqsan, peşiman qaydacaqsan, bir gün Zöhrə üçün darıxacaqsan, bir gün mənim üçün darıxacaqsan. Zöhrə xanım, Mən Zöhrə xanımın deməli mehriban yayda sağ olsun hər bir iş adamı var. O maliyyə tərəfini öz öhdəsinə götürdü. Mənim həmkarım Mehriban xanımın bir video klip elədik. Desən Xızı rayonunda çəkdik, sonra İsmail'də çəkdik. Bir neçə bölgələrimizdə çəkilişlərimiz oldu. Bu şeiri də çox bəyəndim, çox istədim. Biz o günləri Zülfiyə xanım bizi dəvət eləmişdi iftar süfrəsinə. Mən idim, ondan sonra bu arada siz təşəkkür eləməmişim Zülfiyə xanıma, sağ olsun. Allah həmişə ruzisini, bərəkətini bol eləsin. Deməli, məni dəvət eləmişdi. Aparıcılardan bir də Aytəkin xanım bəli, oradaydı. Aytəkin xanım idi, mən Xuraman idim. xanım Xuraman xanım aktivistimiz. Demək olar dostumuz, tanışamız yığıldıq, oturduk. Olmamısan Zülfiyə xanımın yerində? Yox. Yaxındır bizə bura. İnşallah bir gün deyərəm gedib İnşallah, oturaq Mehriban, çox gözəl bir yerdir, canlı musiqi zat. Ayda xanım bizim orada deməli mayor Ayda xanım Salamlayırıq efir vasitəsilə. bir şeir dedi. Mehriban siz şeir dedi, qulağa sığır. Belə o Ayda xanım orada şeir dedi də bir dənə. Evə gəldim. Ay Allah, o nə şeir dedi. Baxdım ki, Xuraman məni yığıb. Deyir, Sandır, o nə şeir edir. Yığmışam Ayda xanım atıb mənə. İnşallah yaxın günlərdə biz onu təqdim edəcək bir iş olaraq. Mən həmin adamam, mən o adamam. Ayda xanım məndən sizin o sevdiyiniz şeiri istəyib. Qoy verim səndə qalsın, məndə dəyəri yoxdur. İnanırsan, unuduram onu Ayda xanımın WhatsApp-ına göndərməyə. Klipini göndərərik də. 2 sətirdə cavab yazıb ki, mən ona mütləq deyir cavab yazacağam. Doğrudan. 2 sətrində mənə o gün Zülfiyə xanımın eli məkanında dedi ki, bəs belə bir şey O da yazmışam, ruhi bu gözəl şeiri xanım. mənə göndər. Zöhrə, belə ünvanlı konkret olaraq filan kəsə yazmışam bu şeiri. Sevdiyimdən, dəyər verdiyimdən. Belə olub şeirim. Olub, mənim ünvanlı şeirlərim olubdur, amma onu efirdə demərəm. Onu deməmsən. Yox, onu Şikayət olub yoxsa şikayət güzel. olub. Şikayət olub. Mehriban olub sən ünvanlı mahnı, mən bu mahnını filan kəs. Bax, sənin üçün oxuyuram amma sən olsan da, olmasan da, dünyanın ucunda olsan da o mahnı gələndə bil ki, o sənin üçündür. Olub belə mahnı? Əslində olub, mən yalan danışa bilmərəm, ünvanlı mahnım olubdur. Ünvanlı olub daha doğrusu. Amma ən son çıxartdığım mahnı var, hələ çıxmayıbdır. Çıxmıyor? Belə baxıram ki, o da ünvanlı olacaq. Əslində elə fikrimdə tutub çıxartdım. Doğrudan. Onda xərcin xəsarətin kim eləyib? Özüm, valla, baba. Doğrudan. Allah haqqı, hər şeyi mən özüm edirəm. Nə xərci xəsarəti. Durum gedim kimdən deyim, mən puldur mahnı çıxardıram. Heç elə olmuyor. Cəmaata klip çəkdirirlər, mahnı alırlar, mahnı yazırlar. Səndə olmuyor belə şeylər, heç Mehriban. Valla, hələ ki yoxdur. Hələ ki yoxdur. Tamam. O qədər yazanlar var, xarici ölkələrdən, bayaqdan şəkillər çəkib atırsınız. Ay, maşallah. Əziz tamaşaçılarımız, sadəcə vaxt yoxdur. Türkiyədən... Bu kimdir? Mənim dəyərli dostum Nazlı xanım Türkiyədə, İstanbuldan yazır bizə. Azərbaycanlı bir xanımımızdır, iş xanımıdır. Show biznesin əksəriyyətinin tanıdığı bir adamdır bizim Nazlı xanımı. Mən buradan salamlayıram. Nazlı, mən də öldüm sənin nömrə axtarmaqdan. Telefonumu dəyişmiş, itirdim.
o birisi telefonumu. Yeridir bile, hamısı o iPhone-un içində getdi. Ona görə tapa bilmirdim Nazlı xanım sizi. Öpürəm Mehriban, sənə salam göndərir. Deyir, çox sevirəm Mehribanı. Çox sağ olsun, təşəkkür Və ederim. Zöhrə xanım sizə də salamlar Sağ olsun, göndərir. aleyküm salam. Altı kimi də özü Nazlı xanım. Və Newsport İdman kompleksi əziz tamaşaçılarımız, sponsorlarımız sırasındadır. Masazırda Qurtuluş 93 yaşayış kompleksindədir. İçində fitness zalı var, aerobika zalı var. Bundan əlavə hamam var, Türk hamamı, Rus hamamı, Fin hamamı, xanımlar üçün ayrı, bəylər üçün ayrı. Bundan əlavə hovuz var. Görürsünüz Mehriban nə gözəldir. Bir gün qonaq olaram mütləq. Mehriban, hovuzun ucu bucağı yoxdur, restoran xidməti. Bəylər üçündür. Xanımlar üçün də var, bəylər üçün də var içəridə. Hamısı ayrı-ayrıdır. Xanım bəyi görmür, bəy xanımı görmür. Bax, belə bir gözəl yerdir. Mütləq gəlin, Masazırda Qurtuluş 93-də 3 mərtəbələr deyilən ərazidədir. Bax, bu gördüyünüz Newsport İdman kompleksi. Danışarsan reklama gedərik. Mütləq, mütləq. Danış reklama. Ayrılaq şifahi məlumatımıza davam edəcəyik. Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik. Zöhrə xanım, pul gəlir sənə Zöhrə Hə, xanımlardansa. bayaq çaşqada çay gətirəndə də var idi, indi də bu cüm yenə pul gəlir inşallah. Yox, var üstündə. Aha. Mehriban, gəl səndən bir ifa təqdim edək, ardınca reklam blokumuz ayrılacaq. Amma hansı nəğməmiz olacaq? O da yenidir. Yeni? Yenidir. Gəl. Yenidir. Yar mənə ünvanı de, harda görüşək? Vaxtı de, zamanı de, harda görüşək? Yar mənə ünvanı de, harda görüşək? Seçdiyin məkanı de,
edirəm sizə Zöhrə xanım. Çox sağ olun, çox var olun, mehriban. Gözəlimiz, şirinimiz. İnşallah bundan sonra tez-tez görüşəcəyik efirdə. Sabahları eyni saatda, eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.